Bir kağız parçası bir millətin taleyini dəyişə bilərmi? Bu gördüyünüz poster sadəcə bir seçki elanı deyil. Bu 6 milyon işsizin, aclığın və ümidsizliyin vizuallaşdırılmış formasıdır. 1932-ci il Almaniyası küçələr xaos, insanlar çarəsiz və tam bu nöqtədə qaranlığın içində bir ad parıldamağa başlayır. Bugün biz tarixin ən təsirli və ən qaranlıq təbliğat vasitələrindən birini, son ümidimiz posterini simbioloji cərrahiyyə masasına yatırır. 1932-ci il Almaniya can verir. İqtisadiyyat çöküb, siyasi partiyalar bir-biri ilə qanlı bıçaqlı olub. Alman xalqı artıq proqramlar, rəqəmlər və ya vədlər istəmir. Onlar sadəcə bu kabusun bitməsini istəyirlər. Nasistlər bu emosional boşluğu hamıdan yaxşı görürdülər. Onların əslində bir silahı var idi. Joseph Goebbels'ın rəhbərliyi altında fəaliyyət göstərən təbliğat maşını. Bu maşının ən iti dişli çarxı isə rəssam Mjolnir idi. Posterdə nə görürük? Bir qrup insan. Amma onlar kimdir? Onlar fəhlədir, qadındır, qocadır, Almaniyanın hər təbəqəsidir. Reallıq budur ki, bu poster heç bir iqtisadi həll yolu təklif etmirdi. Burada inflyasiyanın necə dayandırılacağı yazılmamışdı. Amma sənətçi burada başqa bir şey deyirdi. O xalqa güzgü tutub, onlara öz bədbəxtliklərini göstərirdi ki, sonra onlara yeganə çıxış qapısını sata bilsin, bəzi brendlər kimi. Bəs bu qaranlıq vizual dünyanı kim dizayn edirdi? Bu posterin müəllifi Hans Swasser. Amma o əsərlərin altında öz adını deyil, Mjolnir yazmışdı. Mjolnir Skandinaviya mifologiyasında ildırım tanrısı Thorun sarsılmaz hər şeyi dağıdan çəkicinin adıdır. Bu təxəllüs təsadüfi deyil. Swasser öz fırçasını bir sənət aləti deyil, rəqiblərin beynini dağıdan bir çəkic kimi görürdü. O, Joseph Goebbels'ın ən yaxın silsilə tərəfdaşı və 3-cü Reich bədii dizayn üzrə Reich müvəkkili idi. Onun vəzifəsi sənət yaratmaq deyil, vizual nifrət və mütləq itaət istehsal etməkdir. Swasser'ın üslubu aqressiv realizm idi. O, mürəkkəb sənət fəlsəfələrini kənara qoyub, birbaşa kütlənin primitiv instinktlərinə xitab edirdi. Son ümidimiz posterində o sənətçi kimliyini tamamilə kənara qoyub bir psixoloq kimi çıxış edirdi. İnsanların ağrısını vizuallaşdırır və onlara bir xilas vəd edirdi. Mjolnir sübut etdi ki, bir rəssamın fırçası bəzən orduların böyük silahlarından daha təhlükəli ola bilər. Gəlin bu qaranlıq şahəsəri Hans Swasser'ın, yəni Mjolnir'in gözü ilə analiz edək. Analizə qeyzdən başlamaq istərdim. İnsanlara baxın, heç biri sizinlə göz təması qurmur. Gözlər aşağı dikilib. Semiotikada bu idarənin təslimi deməkdir. Onlar artıq gələcəyə baxmağa qorxurlar. Bu tamaşaçıda mən də beləyəm hissini yaradır. Gestura baxdığımızda isə çiyinlərə baxın. Hamısı aşağı salınıb. Əllər çarəsizcə yana düşüb. Heç bir hərəkət yoxdur. Bu bədən dili Almaniyanın iqtisadi iflicini simvolizə edir. Rəng palitrası poster boz və qaranlıqdır. Niyə? Çünki depressiya boz rəngdədir. Amma aşağıdakı Hitler yazısı parlaq və ağdır. Qaranlıqda parıldayan yeganə nöqtə kimi. İnsanların üzləri dumanlıdır. Onlar fərd deyil, bir kütlə obyektidir. Nasist ideologiyasında fərd yoxdur. Yalnız idarə olunan bir kütlə var. Yazı ciddi və sans-serif şriftdədir. Bütün kütlə yuxarıdan aşağıya doğru daralır və gözünüzü birbaşa o ada yönləndirir. Kompozisiya sizi o adı qəbul etməyə bir növ məcbur edir. Semiologiyanın atası Ronald Barthes deyirdi ki, mifologiya tarixi təbiətə çevirir. Bu poster nə edir? O, siyasi bir seçimi təbii bir xilas kimi təqdim edir. Denotativ olaraq, yəni fiziki mənasında şəkildə boz rəngli insanlar və bir ad var. Dərin mənalara düşdüyü isə ümidsizlik, qaranlıq və yeganə xilaskar. Burada Hitler artıq bir siyasətçi deyil. O bir məsihdir. Poster seçicini düşünməyə yox, iman gətirməyə çağırır.
Məhz bu vizual kodlar sayəsində Nasist partiyası 1932-ci ildə Almaniyanın ən böyük partiyasına çevrilmişdi. Mjolnir'in bu posteri 1932-ci ildə öz işini gördü. İnsanlar o parlaq ağada sığındılar. Amma o adın onları daha böyük bir qaranlığa, yəni 2-ci Dünya müharibəsinə aparacağını bilmirdilər. Bugünün dünyasında da son ümid vəd edən vizual manipulyasiyalar hər yerdədir. Rənglər, baxışlar və jestlər hələ də bizi idarə etmək üçün istifadə olunur. Növbəti dəfə bir posterə və ya reklama baxanda özünüzdən soruşun. Mən orada nə görürəm? Yoxsa mənə nəyi hiss etdirmək istəyirlər? Semiologiyanı bilmək manipulyasiyadan qorunmağın yeganə üsuludur. İzlədiyiniz üçün təşəkkürlər. Gələn görüşlərədək.